Salam dostlar. Qədim zamanlarda indiki kimi deyil idi ki, hərənin evində hamamı zadı ol idi. Şəhərdə bir dənə hamam olardı, hamı gedərdi o hamamda yuyunardı. Şah da ora gedərdi, nökər də ora gedərdi, həkim də ora gedərdi, kətli də ora gedərdi, ruhani də ora gedərdi. Yəni hamı gedərdi o hamamda yuyunardı. Nadir Şahın zamanında Mirzə-i Qummi deyilən bir alim yaşayırdı. Çoxlu elmi kitablar yazmışdı, risalə yazmışdı, zamanının müştehidi. Bir gün gəlir hamama, görür ki, hamamın dörd tərəfində dayanıblar, qoruq eləyiblər. Əldə silah, hamama adamzad bıraxmırlar. Gəldi balam, xeyr ola. Dedilər, Mirzə, şah gəlib hamama. Şah hamama gələndə, hamama adamzad qoymazdılar. Şah tək girərdi, yuyunardı, təmizlənərdi. Şah çıxandan sonra qoruq yığışılardı, cəmaat gələrdi. Mirzə istəyir keçsin hamama. Dayanırlar qabağındakı, hara gedirsən? Şah hamamdadır. Gedirlər şaha xəbərə ki, şah, əz qəza. Sən gələn zamanda Mirzə-i Qummi müstəhid gəlib hamama, neyniyək? Şah fikirləşir, deyir, onu qaytarma onu. O hamı kimindir? Onu çağırın, gəlsin içəri. Mirzəni dəvət edirlər, gəlir içəri. Qədim xəzinə olardı. İçərisində qaynar su olardı. Düşüb o xəzinənin içərisində dayanardılar. Biz ona çarhoz deyirik. Qədim ona xəzinə deyərdilər. Şah bir tərəfdən libasını soyunub, düşüb xəzinənin içərisinə. Mirzə-i Qummi də gedir, o biri tərəfdə soyunur, düşür xəzinənin içərisinə. Hamamda bir şahdır, bir müştehid. Mirzə başını batırır suya, çıxardır. Şaha deyir, şah, hanı tacun? Şah deyir, buradadır. Soyunmuşam, bax, qalıb orada. Şah, hanı sənin sərkərdələrin, qoşunun, hanı can güdənlərin? Şah deyir, onlar da buradadır. Onlar da o yanda qalıblar. Hanı sənin varın, dövlətin, xəzinin, hanı xəzinədarın? Şah deyir, onlar da buradadır. Onlar da o yanda qalıblar. Hanı sənin libasın, bərbəzəyin, hanı cıqqaların? Şah deyir, o da buradadır. Onlar da o yanda qalıblar. Hər nə soruşur, şah deyir, o yanda qalıb. Moizə burasındadır. Mirzə şaha nə deyir? Deyir, şah, bu dünyada hər ikimiz çalışdıq. Sən də çalışdın, mən də çalışdım. İkimiz də qazandıq. Sən də qazandın, mən də qazandım. Amma fərqimiz var bir-birimizdən. Sən Allahdan dünyanı istədin. Yalanla, kələklə, qan tökməklə, baş kəsməklə, zülm eləməklə əlim dünyaya çatsın.